Sence doğrudanmı bütün hayatın doğulduğun güne göre müəyyən olunur? Veya xarakterin, bürcünün və numeroloji hesablamaların xüsusiyyətlərinə görə mü formalaşır? Astrologiya və numerologiya bu suala cavab vermir. Çünki hər ikisi elmi sübuta əsaslanmır və elm kimi qəbul edilmir. Bəs elm nə deməkdir? Elm müşahidəyə əsaslanır, ölçülə bilən nəticələr tələb edir, təkrar edilə bilən sübutlarla işləyir. 80-ci illərdən etibarən elmi araşdırmalar sübut edib ki, astrologiya və numerologiya bu meyarların heç birinə cavab vermir. Planetlərin mövqeyi, ad və doğum tarixlərindən çıxarılan rəqəmləri ilə insan davranışı arasında elmi olaraq sübut edilmiş bir əlaqə yoxdur. Bəs onda niyə bu qədər insan inanır? Burada işə Barnum effekti qarışır. Astroloqlar, numeroloqlar və digər taleyini oxuyanlar Barnum effektindən çox geniş şəkildə istifadə edirlər. Yarımçıq məlumatlarla insanı yönləndirmək, inancları üzərində manipulyasiya etmək həqiqət axtarışı deyil. Bu sadəcə nəzarət oyunudur. Bütün bu oyunlar sizin enerjinizi, pulunuzu və diqqətinizi alır. Amma həqiqətən həyatını dəyişdirmir.